Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində bu ev çıxdı satışa 75 min manata. 2 sotun içərisindədir, 3 otaqlı evdir, 100 kvadratlıq ev, böyük bir evdir. 75 min manata satışa çıxarıldı. Yerləşdiyi yerdə bilirsiniz haradır. Bir də bu Tərlan yolu var, Bakubusda işləyir təzə. Elə Bakubusdan düşdünüz, 60-70 metrdən sonra girəcəksiniz bu həyətə. Bakıdan gələndə sağa dönürük. Sumqayıtdan gələndə də Gəncə Təndirzad var. Gəncə Təndirini biraz qabağa keçərsiniz, dönürsünüz sola. Çox qəşəng, əlverişli yerdədir. Özünüz gələndə görəcəksiniz. Məktəbə də yaxındır, marketlər də var. Bir nömrəli məktəbə yaxındır, böyür başında marketlər də var. Asfaltdan dönəndən sonra yenə asfaltla davam edirsiniz. Çox əlverişli yerdədir, yerləşdiyi yeri deyirəm. Ev özü də ki, super keyfiyyətdə tikilmiş evdir. Əgər kimsə bu evə gəlib baxacaqsa, mənim özümə çox maraqlıdır. Başı çıxan olsa, lap yaxşı. Olmasa, bir dənə usta ya bir qohumdan biri gəlsin, mütləq bu evin tikiliş keyfiyyətinə baxsın. Çünki bax, mən sizə burada deyirəm, siz gəlin yerində də baxın. Görün elə bu ev necə keyfiyyətlə tikilib. Qoşadaş kubiklə, 60-ın 40-a fundamentidir, 20-nin 40-a da kəməridir. Hasarından baxın hasara. Hasarı qəşəng hündür hasardır. Demək, bu qonşudan da bura görsənmir, buradan da heç bir qonşunun həyəti görsənmir. Bunların hamısını gələndə görəcəksiniz. Bax, belə böyük bir ərazidir, maşın saxlamaq üçün yeri. Burada da ağac əkməyə, bağ salmağa xüsusi balaca bir yeri var. Evimizin məsafələri var. Bax, buradan fırlanmağa görürsünüz. Ara məsafə. Buradan da var, arxadan da var, sağ tərəfdən də var. Dörd bir tərəfinə fırlanmaq olur. Bu da bunun podvalıdır. Bir dənə ərazinin quruluğuna diqqətlə baxın. Atmaların sıxlığıdır, ərazinin quruluğudur. Bu evdən ayaqüstə durmaq olur. Mən də ora düşmədim. Siz gələndə inşallah bu evə baxanda düşən kimi ayaqüstə rahat gəzə bilirsiniz podvalın altında. Qurqavoy axıra qədər qoşadaş kubiklə tikilmiş evdir. Bu da bizim mərkəzi kanalizasiyanın trapıdır. Buradan da ara məsafəni göstərək. Buradan lap böyük məsafəsi var. Bax belə. Hər otaqların hər birində havalandırması var. Bunları gələndə canlı inşallah sizə göstərəcəm. Neçə daş kürsülüdür? 9 daş kürsülüdür. Pəncərəni bir dənə ümumi göstərin, şəbəkə pəncərə. Bax, şəbəkə pəncərədir. 9 daş kürsülü, 9 daş qalxandan sonra kırışa çıxmağa yeri göstərirəm, baxın. Bax, bu da bizim evimizin içərisi, bax. Görürsünüz, koridorla gedirəm, belə görərsiniz. Koridorun böyüklüyünü görərsiniz. Gör nə boyda koridor var, həqiqi qəşəng yaraşıqlı evdir. Hələ nəzərə alın ki, 75 mindən gələndə ev sahibi də burada olacaq da, onunla danışın, qiymətini də biraz endirim eləsin. Bu evlər satılandan sonra belə evlər də olmayacaq da. Yəni, bunlar bilirsiniz, bir əvvəldən tikilmiş evlər, bir hardasa, nə qədər olar? Bir 6 ay bundan qabaq, 7 ay bundan qabaq, bunlar start verir, tikilməyə başlayıb. Bütün otaqların pul çartırları aktivlə ayrılıb. Davam edək. Bax, bir dənə qapını göstərin. Görürsünüz, sadə, qıraqları zərli, kantlı qapılardır. Bu qonaq otağıdır. Bu zalıdır, qonaq otağı, baxın. Görürsünüz, nə qəşəngdir. Şəbəkə pəncərə ilə, sonra aboyları, tavanı, spotları, TV-stenti yeri, kondisionerin yeri, hər bir şey buradan nəzərə alınır. Hər bir şey nəzərə alınır. Bu qonaq otağı idi. Buradan sonra yaxınlaşdırıb mətbəxə. Bu da mətbəxidir. Görürsünüz, axıra qədər mebel arası keramika vurulub, axıra qədər. Burada da pəncərəmiz də var. Əlavə mətbəx olduğu üçün bir dənə də fortifikə qoyulur. Görürsünüz, mətbəx olduğu üçün bir dənə də fortifikə qoyulur. Qonaq otağını da göstərdim, mətbəxi də göstərdim. Görən də yataq otaqları necədir. Bu bir yataq otağıdır. Bax, bu bir yataq otağı. Görürsünüz. Yaşayışa tam hazırda, yəni hazır vəziyyətdə olmuş bir evdir. Bu da növbəti yataq otağıdır. Bu da növbəti yataq otağı. 3 otaqlı evdir, 100 kvadratlıq evdir. 75 min manata satışa çıxarılıb, qiymətində mütləq endirim olunacaq. Bu da sanitar qovşağı. Bax, tavanına baxın, yeri istif oldu. Yeri istif oldu. Bax belə, bir də izah edirəm. Saray qəsəbəsində Kupcalı, yəni bu evi alıb qeydiyyata düşə biləcəyiz bir evdir. Bakıdan gələndə, Tərlan Şaldı Sarayı keçəndən sonra Gəncə Təndirinə çatmamış sağa dönürsən. Sumqayıtdan gələndə Gəncə Təndirini keçəndən sonra sola dönürsən. Yoldan bir 70-80 metr məsafə olar olmaz. Gələndə özünüz görəcəksiniz də. Gələndə dəqiqliklə sizə bu məsafəni görəcəksiniz. Yüksək keyfiyyətlə tikilmiş evdir. 75 min manata satışa çıxarıldı bu ev. Qiymətindən narahat olmayın, ev sahibi ilə danışın, qiymətindən mütləq endirim olunacaq. Bütün avadanlıqlarının hamısı ürəklə işlənilib, əllərlə heç nə əsirgəməyiblər, əlləri qolları var olsun. Nə var, yəni ortalığa qoyublar. Bunu siz özünüz gəlin burada baxın. Yəni videoda, çəkilişdən bunu tam bilə bilməzsiniz. Mütləq gəlin bu yerində buna baxın. Başqa nə söz var? Aboyları da yüksək keyfiyyətlə
yəni vurulub, özü də bahalı kətan aboylardır. Bunları inşallah gələndə görərsiniz. Allah onların da satarda xeyir versin. Sağ olun.